Berlindən hamınıza salamlar. Bu bölümdə mən də sizlər kimi izləyib öz videoma rəy bildirəcəm. Çünki həmin vaxt təəssüflər olsun ki, maşına qayıdıb videolara baxanda heç bir səs yaxud danışığın yazılmadığını gördüm. Ona görə yenidən səsləndirmək qərarına gəldim. Açığı bu video aylar öncənin videosudur. Yəni 2026-cı ilin fevral ayında çəkmişdim səhv eləmirəmsə. Ondan sonra da hələ ki Berlinə getməmişəm ki, növbəti dəfə getməmişəm ki, daha yaxşı gəzə biləyim, daha yaxşı çəkilişlər eləyim. Gördüyünüz kimi yenə də qarlı bir havada dayanmırdıq, hərəkət eləyirdik həmin vaxtı. Yəni bütün günü oturub maşın sürürük, ona görə də hərəkət lazımdır tez-tez. Yenə dostumuzla çıxmışdıq gəzməyə. Berlinə hardasa 37 kilometr, 38 kilometr uzaqlıqda saxlamışdım tırı, tır parkda. Berlin ətrafında dayanmışdım. Vaxtım qalsaydı Berlin mərkəzinə gedib orada saxlayardım tırı, daha rahat olardı, daha şəhərə yaxın olardı. Elə oldu ki, Berlin ətrafında tır parkda saxlamalı oldum, vaxtımın az olduğuna görə. Orada olanda 5 dənə mağaza var idi, onlara da getmək istəyirdim və mağazalara qədər bir istiqamətdə ümumi 37 kilometr idi. Xəritənin göstərdiyinə görə 2 saat yarıma getmək olardı, amma yollar biraz qarlı olduğu üçün həmin vaxtı biraz gec oldu açığı gedib qayıtmağım. Təxmini, dəqiq yadımda deyil, təxmini 9 saat falan nə qədər getdim, qayıtdım. Onda da havalar tez qaralırdı. İşıqlıqda getdim, qaranlıqda qayıtdım. Velosipedin təkəri ensiz olduğu üçün bəzən qarlı yerlərdə sürüşürdü velosiped. Gizbala ilə getdim, qayıtdım. Amma çox yeri təmizləyirdilər. Əvvəl dediyim kimi Berlinə ilk dəfədir gəlirdim həmin vaxt. Heç ondan sonra da getməmişəm. Elə birinci axırıncı oldu, belə baxıram. Kaş hava qəşəng olardı, həmin vaxtı gedib rahat gəzərdim. Gələn dəfə nə vaxtsa əgər getsəm, mütləq Berlin mərkəzində saxlayacağam. Tam mərkəzdə də olmasa yaxın yerdə saxlayacağam. Əslində 9-10 kilometrdə qatar stansiyası var idi. Orada olanda xəritədə yadımda da baxmışdım. Sadəcə Milandakı kimi velosipedi qatara mindirib mərkəzə aparmaq olarmı, olmazmı, onu dəqiq bilmirdim. Orada olanda Milanda qatarların üstündə şəkli görmüşdüm, arxayın idim, ona görə getdim, mindim. Xəritədə baxdım, stansiya kimi göstərirdi həm də, amma yaxınlaşdıranda nəsə qəribə görünürdü. Ona görə ehtiyat elədim. Burada 37 kilometrdən təxmini hələ 3-4 kilometr getmişəm hardasa. Asta-asta gedirdim ki, həm yorulmayım, həm də sürüşməyim. Ləzzət eləyirdi, havası təmiz idi, sakitçiliyi idi, əsas odur. Ona görə də rahat-rahat gedirdim. Tələsən yerimiz yox, maşına qayıtsaydım, onsuz da dayanmışdım, ancaq oturacaqdım. Yolumuza davam eləyək. Görək başqa nələr çəkmişəm. Artıq açıq özümün də yadımdan çıxıb, aylar keçib üstündən. Şəhər mərkəzində də çəkiliş etdim, amma həmişəki kimi batareya probleminə görə hər gördüyümü çəkə bilmədim. Onda da həm də Temudan aldığım kameralar idi. Hal-hazırda işlətdiyim kamera deyildi. İndi batareyalarını almışam, rahatam. O vaxt biraz qısıtlı şəkildə çəkiliş eləyirdim. Yəni, nə qədər də sağ-sol, ağaclıq falan olsa da, yenə də gördüyünüz kimi velosiped yolu ayırıblar. Bacardıqları qədər təmizləyiblər, maşın yolu ümumiyyətlə təmizdir. Və fikir verirsinizsə, qarın üstündə görsənir ki, velosiped yolunda görsənir ki, məndən başqa da velosipedçilər daha doğrusu gedib oradan. Yəni, təkərlərinin izləri qalıb. Yəni, mən tək deyiləm, əsas odur. Belə səyahətlər eləmək çox maraqlı olur, çünki görmədiyim, getmədiyim yerlər. Elə olur ki, bir yerə gedirəm, ikinci dəfə dadı damaqda qalır, ikinci dəfə də getmək istəyirəm. Növbəti dəfə məsələn
həftələr sonra, aylar sonra gedəndə yenə də çalışıram velosipedlə gedim, gəzim, eləyim. Nə yaxşı ki, bu velosiped var, bu velosipedi almışam. Çünki həm idmandır, həm də bu qədər yolu taksi ilə gedə bilmərəm, çox bahadır. Avtobus da yenə də ödənişlidir, bilmirəm hardan gedir, hardan getmir. Həm də çox vaxt itirəcəkdim. Amma belə hər yeri gəzib görməyin, hər yerin anın dadını çıxartmağın ən gözəl yolu velosipeddir. Düzdür, bəzən bütün günü tək, gəzəndə də belə tək olanda bəzən maraqsız olur. 2 nəfər falan olsaydıq daha da maraqlı olardı. Yəni deyib gülə-gülə daha da ləzzəti artır gəzdiyimiz, gördüyümüz yerlərin. Amma belə də pis deyil. Neyniyək, məcburuq hələ ki bir müddətdir. Həmin vaxt yadımdadır, bu videonu çəkdiyim vaxt çox super soyuq var idi. Kəskin soyuq idi. Sadəcə hərəkət eləyirdim, velosipeddə idim deyə o qədər də təsir vermirdi. Amma dayananda istər-istəməz soyuğu adam hiss eləyirdi. Amma qalın geyinib yəni yola çıxmaq olur. Ondan sonra problem olmur. Görürsüz necə səliqəli, velosipedçilər üçün ayrı svetofor, piyadalar üçün ayrı svetofor. Burada düzdür, indi hal-hazırda getdiyim yerdə, o vaxtdan danışıram, getdiyim yerdə var idi velosiped yolu. Burada amma hardasa, burada idi elə, söz üstünə gəldi, çıxdı. Məsələn, yolla gedirəm, velosiped yolu bitdi. Bilmirəm niyə bura çəkməyiblər, yəqin kəndisidir, az maşın keçir falan, ona görədir. Amma məsələn, yolda gedirəm, zolaq var idi, 2 zolaqlı idi. Bundan sonra zolaq da silindi, çox ara, yəni kənd yoludur yəqin ki. Sözüm ona, yəni buradan tır da keçsə, balaca maşın da keçsə, məsələn, əgər keçə bilmirsə, məni ötüb keçə bilmirsə, məni gözləməlidir, arxamca düşüb gəlməlidir, fərqi yoxdur, mən 10 sürətlə gedirəm, 15 sürətlə gedirəm, fərqi yoxdur, nə sürətlə gedirəm. Burada kəndisinə gəlib girmişdik. Yəni gözləməlidir. Keçə bilirsə, sonra mənə maneə törətməmək şərti ilə, qəza təhlükəsi yaşatmamaq şərti ilə ötüb keçə bilər məni. Belə maraqlı kəndləri var idi. Sadəcə yolları bilmirəm, qara görə belə idi, ya özü belə idi. Biraz atıb tuturdu velosipeddə. Bura hələ gəlməmişdən, işə başlamamışdan açığı fikrimdə var idi ki, skuter alım. Bunu araya qatım. Deməli, yolda gedəndə sol tərəfdə dayandım, çəkdim. Balaca Asnovqanın elə bir içinə kitabxana yığıblar, nədir bilmirəm. Amma bilmədim, bu ödənişlidir, yoxsa ödənişsizdir. Onu bilmədim. Amma belə kitabxana kimi yığıblar. Yəqin bilmirəm, bir nəfərli yoxsa polka qoyublar. Sonradan kim istəyib gətirib qoyublar, onu bilmədim. Onu deyirdim ki, bura gəlməmişdən öncə, işə başlamamışdan öncə fikrimdə var idi ki, elektrikli skuter alım. Sadəcə fikirləşirdim ki, həm kabinkaya rahat qoya bilərəm. Çünki orada işləyəndə Azərbaycanda məlum məsələ, yüklərin yanına başqa yük qoya bilmirdik. Velosiped olsun, ya ayrıca balaca sumkamız olsun. Burada amma tamam fərqli imiş. Ona görə gələndən sonra fikrim dəyişdi ki, velosiped alım. Çünki uzaq yerlərə gedəndə, məsələn, bu 50 kilometr, 70 kilometr, ən çox getdiyim elə bu 70 kilometr olub. Uzaq yerlərə gedəndə ya gərək çox bahalı skuter alım, o da yəni sərf eləmir. Uzaq məsafəsi olan, uzaq məsafə gedə bilən skuterlar. Məsələn, getdiyim yerdə zərətkəsi qutardı, onu qoya bilməyəcəkdim heç yerdə zərətkəyə. Ona görə də fikirləşdim ki, salamatlı velosipeddir. Onsuz da qoşquda da gəzdirə bilirəm, yükün yanına qoya bilirəm. Ona görə də seçdim, belə bir velosiped aldım.
Görürsünüz, gördü ki gəlirəm mən, çəkildi, dayandı yolun qırağında, yol verdi. Sonra yoluna davam elədi. Bu velosiped dediyim kimi həm idman, həm də ki mağazaya falan gedəndə, yaxud uzaq yerlərə gedəndə adam həzz alır. Mən bilsəydim, yəni Bakıda da olanda alardım bunu. Orada bir dəfə aldım, gördüm, sürə bilmirəm o qədər. Təngə nəfəs olurdum, sürə bilmirdim rahat. Yəni ən uzaq getdiyim yer Basmay ərazisindən Əmircana getdiyim idi. Dəqiq bilmirəm neçə kilometr getdim. Amma burada nə qədər də getsəm yorulmuram, təngə nəfəs olmuram, rahat sürürəm, gedib qayıdıram. Avropanın bir çox ölkələrində, şəhərlərində olduğu kimi burada da görürsünüz kiçik, sırf velosipedlər üçün svetoforlar qoyublar. Bu sağdakı balaca svetofor velosipedçilər üçündür. Burada dayandım. Tərpənəndə velosipedin pedalını arxaya eləyən zaman o dişindən çıxdı, ya nədir səhv eləmirəmsə, gördüm ki pedal çevirə bilmirəm. Yaxşı ki böyük problem olmadı, orada çox qalmadım. Yerində sepi təkərdəki dişlərə, ulduzlara da saldım və davam elədim yoluma. Dediyim kimi özümün də yadımdan çıxıb ki orada nə olub, nə olmayıb əvvəllər çəkdiyim videoda. Mən də sizin kimi qarşımda kompüter baxa-baxa səs zaps eləyirəm. Və burada gördüyünüz kimi avtobus yolunda gedirəm. Qabaqda nişan çıxacaq qarşımıza. Məsələn bizdə necə nişanlar var ki, məsələn birinci zolaq maşınlar üçün, ikinci zolaq maşınlar üçün, üçüncü zolaq yalnız avtobuslar üçün. Burada da həmin nişandan qoyublar, amma avtobus şəklinin altında velosiped şəkildə qoyublar. Yəni orada velosipedçilər də hərəkət eləyə bilər. Və bizdəki kimi yəni avtobus arxadan gələndə siqnal vermir, işıq vermir, məsələn maneə törətmir velosipedçiyə. Yəni asta gedən olsa əgər, çəkir sağa, dayanır, yol verir avtobusa, nə də olsa sərnişin avtobusudur. Ondan sonra yoluna davam edir. Bizdə olsa velosiped avtobus yoluna çıxsa həm siqnal verər, həm əlindən gəlsə velosipedçinin üstündən keçib gedər. Burada təkərimin havası biraz az idi. Soyuq olduğu üçün havalar o qədər də sürmürdüm. İstər-istəməz azalmışdı. Ona görə zapravkada axtarırdım ki, bir dənə yer olsun, təkərimə hava vurum. Səhv eləməmsə burada tapa bilmədim, amma yol üstü hərəkətə davam eləyəndə yolun üzbözündə velosiped mağazası gördüm. Həm satışı idi, həm də təmiri var idi. Elə çöldə nasos qoymuşdular qapının qarşısında. İçəri daxil oldum, icazə aldım ki, velosipedi göstərdim. Dedim, olar mı istifadə edeyim nasosdan? İcazə verdilər, ödənişsiz şəkildə. Zapravkaların bəzilərində ödənişdən var. Amma bunlar ödənişsiz şəkildə sağ olsunlar icazə verdilər. Yadımda deyil bu haqda məlumat vermişəm ya yox. Əvvəl o Temudan aldığım kameralar idi. Yəni GoPro çox baha idi. Temudan balaca kameralar aldım.
qoşa bilmirdim səsi üstünə. Mikrofon qoşa bilmirdim daha doğrusu kameranın üstünə. Səsi yazırdım, sonra videonun üzərinə əlavə edirdim. Ondan sonra yaxşı ki Insta360. Sağda, yuxarıda fikir verin. Biraz tez keçirəm. Həm avtobus işarəsi var idi, həm velosiped işarəsi var idi bu yolda. Burada da görsənir, sağda, yuxarıda. Sözüm ona, yaxşı ki 360 dərəcə kameranı aldım. Çünki maşın idarə eləyərkən, tır idarə eləyərkən, yaxud velosiped idarə eləyərkən, yəni əlim məşğul olur deyə, hər zaman kameranı ora-bura döndərmək olmur deyə fikirləşdim ki, 360 dərəcə ən sərfəlisidir mənə görə. Çünki hər dəfə ora-bura döndərməkdənsə kameranı fərqli rakuslardan kameranın görüntüsünü göndərir. Telefonuma zəng gəldi, səsim yarımçı qaldı. Yəni hər dəfə məsələn montaj eləyəndə ora-bura döndərmək rahat olacaq da. Ona görə də yaxşı ki aldım o kameranı. Burada səhv eləmirəmsə tam mərkəzidir Berlinin. Və yolda gedəndə svetoforda bunu gördüm. Deməli gözlədim ki bitirsin, gəlsin kənara. Soruşum ki çəkmək olarmı YouTube üçün? Dedi bir şərtlə olar. Əgər çəkdiyin videoları da mənə də göndərəcəksənsə, onda olar. Dedim göndərərəm, problem yoxdur. Orada biraz söhbət elədik. Bu Çex vətəndaşıymış. Gəlib Berlində belə qırmızıda dayanan maşınlar üçün göstəri verir. Və bitdikdən sonra gedib kimdən nə gəldi pul yığır, yəni kim verdisə. Maraqlı gəldi, dayandım, biraz baxdım. Belə videoda bundan sonra o qədər də maraqlı bir şey yoxdur. Sadəcə yollardır filan, yəni gördüyümüz bir şeylər. Yenə də siz baxın. Mən gedim yeməyimi yeyim. Bu yemək problemi olmaya da, yemək bişirmək problemi. Sonra onu təmizləmək, yığışdırmaq hamısı problemdir. Arada tənbəllik eləyirəm. Bu video biraz qısa oldu, bilirəm. Amma bundan sonraçıları çalışmışam biraz uzun çəkim. Yenə dediyim kimi əvvəllər o zaratka problemindən əziyyət çəkirdim. Yəni zaratka çatdıra bilmirdim, ona görə çox çəkə bilmirdim. Artıq təkcə 360 kameraya 3 dənə batareya almışam. 3 dənə batareya almışam deyəndə biri üstündə idi, ikisini sonradan aldım. Ona görə rahatam artıq. Sizə xoş izləmələr. Nəyi görmək istəyirsiniz? Mənə yazın kommentlərdə. Mən çəkim, köməklik eləyin mənə də. Bir növ köməklik eləmiş olarsınız. Gələn videolarda görüşənə qədər özünüzə yaxşı baxın və həyatı doya-doya yaşayın. Hələlik.